Xocavənd rayon ərazisində kənd təsərrüfatı təyinatlı 35 min hektar torpaq mövcuddur. Bunun 27 min hektarı əkin üçün yararlı sahələrdir. Rayon ərazisində salınan intensiv meyvə bağlarında şaftalı, ərik, nektarin, gilas, qoz və fındıq becərilir. Hurma bağlarımız var, qoz bağlarımız var, gilas bağlarımız var, nar bağlarımız var, şeftali, nektarin bağlarımız var, gevalı bağlarımız var. Bunların da birçoğu dünyada, pazarda çok fazla kıymeti olan sortlardan oluşuyor. 173 hektar meyve bağı salınmıştır. Meyve bağlarının əksəriyyəti intensiv tiplidir. Şaftalı, nektarin, gilas, nar bağları salınmıştır. Agrolit MMC-nin saldığı bağlardır. Məhsuldarlıq artdıqca xarici bazarlara satışa çıxarılacaq. Ağcələskərli Habil Məmmədov, Ziya İsmailov, ATV Xəbər, Zəngilan, Xocavənd.